Yəqin ki, dünənki hadisə barəsində şəhərdə məlumatı olmayan qalmayıb da. Yəni söhbət o Melissa Park tikinti şirkətinin rəhbərliyi tərəfindən vətəndaşlara qarşı törədilən cinayətdən gedir. Bəli, bu əməlli başlı cinayətdir. Çünki bunu başqa cür adlandırmaq mümkün deyil ki, evdə, yəni vətəndaş ola-ola, az yaşlı uşaqlarla, qadınlarla hər hansısa stroy baronlar əmr verirlər ki, gəlin oranı sökün. Yəni bu böyük bir biabırçılıqdır, rəzalətdir. Yəni buna sözsüz ki, hüquqi qiymət verilməlidir və ümidvaram ki, veriləcək də. Özü də bu halda yox, götürüb tutublar ekskavator sürənlə, nə bilim orada sahə rəisidir. Söhbət ondan gedir ki, bunun əmrini kim verib, onu tutmaq lazımdır. Ümumiyyətlə, yəni bu biabırçılığın son nöqtəsidir də ki, 707 kvadratlıq mülkü olan adama 173.000 pul təklif olunur. 173.000 də bölsək 707 kvadrata, 1 kvadratı 244 manat pul eləyir. Yaxşı, 244 manata hardasa şəhərdə, Bakı şəhərində ya Bakının ətrafında ev almaq mümkündür. Ümumiyyətlə, mən sizə deyim də, yəni bu haqsızlıqlar, bu tikintilərlə bağlı artıq cəmaatı bezdirib. Nə vaxtsa yeri gəlsə elə Bakı cəmaatına çox haqsız yanaşdılar. Bakı cəmaatı bu tərəfdə, yəni bu Sovetskidən söhbət gedir. Bəzi, yəni dövlət qurumları, bilmirəm indi kimlər orada oturmuşdu, kimlər idarə edirdi bu söhbəti, kimlər həyata keçirirdi. Amma o həyata keçirənlər orada min cür hoqqadan çıxdılar. Gəldilər cəmaatla danışırdılar ki, sənin 50 kvadratın var, gəl mən sənə 100 yazım, onun nə bilim 50-si mənim, 75-i sənin. Yəni bu cür həlləm-qəlləm işlərlə məşğul idilər. Gəldilər, oturan yerdə kimsə oturub öz evində 3 nesil, 5 nesil orada yaşayır, gəldilər ki, burada park olacaq. Burada park olacaq, sonra götürdülər cəmaatı, yığdılar hamısını, paçka-paçka apardılar, atdılar Zabrata, Masazara, Mehtiyabada. Yəni bu əməlli başlı cəmaatı sındırmaq deməkdir, yəni mənəvi tərəfdən sındırmaq deməkdir ki, o adam hansı ki ömür boyu bax belə bir yerdə yaşayıb, qoy əybi o daxmada olsun, qoy ona krisetnik desinlər, bu onun babasının mülküdür də, bunları razı salmaq lazım idi. İndi də vapşe təzə söhbət çıxıb ortaya. Gəlirlər, bəzi təşkilatlardan girirlər binaya, köhnə binaya, məsələn Xruşovkaya. Çıxartırlar, görürlər ki, bina yararsızdır. Yararsız da olandan sonra, danqasını vurandan sonra gəlir ki, mən sənə filan qədər verirəm. Çıxırsan çıx, çıxmırsan çıxma, yoxsa bina avariyindir. Yəni avariyin adını qoyandan sonra onu yararsız. Bu deməkdir ki, onu satmaq da mümkün olmur. Yəni ki, əslində cəmiyyətin, ictimaiyyətin bu cürünə təpkisi dünənki hadisəyə mənim üçün şəxsən gözlənilməz oldu. Yəni ki, mən hardasa bir hiss elədim ki, doğrudan da bizim Azərbaycan xalqında o qanun anlayışı var və Azərbaycan xalqı istəyir ki, qanun işləsin. Yəni vətəndaş istəyir ki, onun hüquqları qorunsun və dünən bütün bu medialarda yayılan bu xəbərin, yəni ki, massiv şəkildə, yəni kütləvi şəkildə olduğunu və cəmaatın kütləvi şəkildə buna dəstək verməsi şəxsən məni heyran etdi. Bu qədər. Sabahınız xeyir olsun, qəlbdən qəlbə.